restoran düşünün, hər şey gözünüzün önündə hazırlayırlar. Sonra da bu cür gözəl süfrədə sizlərə təqdim edirlər. Bu cür bol, dadlı, ləzzətli süfrəyə kim yox deyə bilər axı. Hələ düşünəndə ki, bu süfrədəki olan təamlar Seymur ustanın əllərindəndir. Seymur ustanın əllərinin ləzzətini onun təamlarından dadanlar bilir. Tam təbii quyruq yağında, qatqısız, əlavəsiz, tam organik məhsullardan istifadə edərək hazırlayır hər şeyi. Kabablar, kefli beçə, şapalaq, sacda bişmiş pomidor yumurta sifariş eləmişdik. Bu rulet Seymur ustaya özəldir. Ən dadlısını o hazırlayır. Şapalağı da həmçinin. Kefli beçə isə indiyə qədər yediklərimin ən yumşağı idi. Soyuq qəlyanaltılardan mövsümə uyğun qarpız, süfrəyə müxtəlif salatlar, duzlu şorbalar da sifariş etmişdik. Beyləqan Ailəvi İstirahət Mərkəzi Neftçilərdən Razinə gedərkən yolun sağında yerləşir. Restoran yaşıllıqların içində yerləşir, terası da var. Burada hər gün növbə-növ qazan yeməkləri çıxır. Çay istəsəniz daima samavar çay verilir. Yəni tam bir kənd abu havasıdır. Şəhərin mərkəzində balaca bir kənd düşünün. 2 mərtəbəli terası da var hətta buranın.